Salam. Bugün 3 iyun Artinin ilk dəfə sertifikasiya imtahanı verəcək müəllimlər üçün təşkil etdiyi sınaq imtahanı oldu və tarix fənnindən düşmüş metodika suallarının, kurikulum suallarının izahını verməyə çalışacağam. Başlayaq birinci, yəni ilk metodika sualı. Şagirdlər bir tarixi dövrə aid yazılı mənbələri ardıcıl araşdırır, həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Bu fəaliyyət inteqrasiyanın hansı növünü reallaşdırır? Demək, tarixi dövr və dil normalarını təhlil edir. Burada nə olacaq? Fənlər arası əlaqə. A bəndi, tarix və Azərbaycan dili, dil normaları. Ona görə burada olur yalnız fənlər arası əlaqə. Sonra keçdik 52-ci sualda. Müəllim şagirdlərə tapşırır ki, Azərbaycanın müxtəlif tarixi dövrlərində tətbiq olunan idarəetmə formalarını müqayisə etsinlər və hər dövrün qanunvericilik prinsiplərini mənbələrə görə əsaslandırsınlar. Tapşırıq bulum idrak taksonomiyasının hansı səviyyəsinin inkişafına xidmət edir? Burada müqayisə var. Demək, müqayisə edirlər və sonra mənbələrə görə əsaslandırırlar qanunvericilik prinsiplərini. Mənbəyə görə müqayisə və mənbəyə görə əsaslandırma varsa, bu da olur təhlil etmək mərhələsi. Demək, bulum taksonomiyasının təhlil mərhələsinə uyğun gəldi. 53-cü sual. Şagirdlər Azərbaycanın tarixi şəxsiyyətlərindən birini seçir, onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayır və bu fikri plakat üzərində rəng, simvol və kompozisiya vasitəsilə ifadə edirlər. Tapşırıq bulum idrak taksonomiyasının hansı səviyyəsinin inkişafına xidmət edir? Təbii ki, burada da sloqan hazırlayır, plakat üzərində rəng, simvol. Bu da yaratmaq mərhələsinə uyğun gəlir. Yaratmaq mərhələsi. 54. Müəllim summativ qiymətləndirmə üçün əvvəlki illərdə istifadə olunmuş test nümunəsini götürür, lakin həmin test hazırki tədris proqramında nəzərdə tutulan təlim nəticələri ilə uyğun gəlmir. Bu situasiyada qiymətləndirmənin hansı prinsipi pozulmuşdur? Baxaq, birinci obyektivlik. Bax, burada görürsünüz, mövzu ilə uyğunluq təşkil etmir də. Orada olmayan mövzular var, əvvəlki proqramda fərqli proqram olduğu üçün. Demək, burada nə ola bilər? Validlik prinsipi. Validlik prinsipi, uyğunluq prinsipi orada nə idi? Summativ qiymətləndirmə keçiririksə, keçdiyimiz mövzunu, bölməni əhatə etməlidir. Fərqli bir şey varsa, demək, validlik prinsipi pozulubdur. Ona görə də burada D bəndi. Üzr istəyirəm. E bəndi. Validlik ölçülməsi nəzərdə tutulan təlim nəticələrini yoxlamır. Bəli, bu pozulubdur. Sonra 55-ci sual. Verilənlərdən biri effektiv müəllim-valideyn münasibətlərinə aid deyil. Effektiv müəllim-valideyn münasibəti. Müəllim istifadə olunan tədris materiallarının məzmununu anlamağa kömək etmək üçün valideynləri metodik resurslarla təmin edir. İndi müəllim valideyni metodik resursla təmin, ümumiyyətlə mövzunu şagird üçün izah olunur. Şagird anlamalıdır məzmunu. Bunun valideynlə elə bir əlaqəsi yoxdur da, valideyni metodik resursla təmin etsin, buna ehtiyac yoxdur. Yəni biz mövzunu şagird üçün onun anlamasını təmin etməliyik. Ona görə elə səhv variant bu olacaq. Daha doğrusu düzgündə aid olmayan bu olacaq. Cavabımız budur. Amma digərlərinə də baxaq. Deyir, müəllim valideynlərin övladlarının təhsili ilə bağlı fikirlərini və narahatlıqlarını bölüşməyə təşviq edir. Bəli, bu düzgündür. Müəllim məktəbdə və sinifdə valideynlərin iştirakını təşviq edən pozitiv atmosfer yaradır. Bu da düzgün fikirdir. Yəni, effektiv müəllim-valideyn münasibəti üçün lazımdır. Müəllim valideynlə bildirir ki, onun övladının təlim tərbiyəsi ilə bağlı narahatlığını həll etməyə hazırdır. Bu da kömək edər müəllim-valideyn münasibətinə. Müəllim valideynləri müntəzəm olaraq sinif fəaliyyətləri, tapşırıqlar və gözləntilər barədə məlumatlandırır. Bəli, bu da effektiv müəllim-valideyn münasibəti üçün bu fəaliyyəti etməsi düzgün olardı müəllimin. Ona görə səhv burada oldu A bəndi. Keçdik 56-cı sual. Valideynlə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Valideynlə məktəb münasibətlərini inkişaf etdirmək üçün hansı yanaşma yanlışdır? Birinci, valideynlərin məktəb mühitində iştiraka təşviq etmək, onların
Demək, təşviq etmək, onların məktəb həyatında fəal rol oynamalarını təmin etmək. Burada yanlış bir şey yoxdur, düzgündür. Valideynlərə maarifləndirici resurslar və dəstək təqdim etmək. Burada da yanlış bir şey yoxdur. Münasibətləri yalnız akademik nəticələrə əsaslanaraq dəyərləndirmək. Yox. İndi sinifdə hamının akademik nəticəsi yüksək olmur və yaxud da belə deyək də, uşaqları təkcə biz akademik nəticəsinə görə dəyərləndirməli deyirik. Onun davranışı, digər xüsusiyyətləri də var da. Elə yanlış cavab, yanaşma yanlışdır dediyi üçün elə cavabımız bu olacaq. Digərlərinə də baxaq. Müntəzəm rəy və informasiya paylaşmaq yox. Bu düzgündür, səhv bir şey yoxdur. Müntəzəm olaraq valideyn görüşləri və tədbirlər təşkil etmək, burada da yanlış bir şey yoxdur. Ona görə cavabımız da burada C bəndi. 57-də. Müşahidə olunur ki, yuxarı sinif şagirdlərindən biri öz sinif yoldaşını bullyingə məruz qoyur. Belə ki, tez-tez onun əşyalarını gizlədir, yoldaşları arasında xətrinə dəyən sözlər deyir. Problemin həlli üçün sinif rəhbərinin atacağı hansı addım effektiv olar? Şagirdlərdən biri bullyingə məruz qalır. Yoldaşları biri digərini bullyingə məruz qoyur. Sinif rəhbərinin atacağı addımı soruşur. Hansı effektiv olar? Birincidə deyir, bullyingə məruz qalan şagirdlə görüşüb onu güclü olmağa tapşırmaq. Yox, bu elə bir problem həll edəsi deyil. Ona görə bu deyil. Həmin sinifdə dərs deyən müəllim, valideyn və şagirdlərlə görüşmək, bu prosesin nə üçün baş verdiyini maraqlanmaq. Bizə lazımdır ki, problemin həll etmək. Burada da bir həll edici nüans deyil. Sinifdə dərs deyən müəllimləri və məktəb psixoloqunun məsələnin həllinə cəlb etmək. Sinifdə mənəvi dəyərlərin inkişafı üçün addımlar atmaq. Bəli, bu ola bilər. Həm müəllimlərlə, həm məktəb psixoloqu ilə birlikdə iş görmək, əməkdaşlıq etmək və uşaqlarda təbii ki, mənəvi dəyərlərini inkişaf etdirmək. Elə cavabımız bu olacaq. Yenə digərlərinə də bax, bullying edən şagirdi çağırıb danlamaq, yox, danlasaq da aqressiv olacaq. Məktəbin valideynləri, müəllimləri və psixoloqu ilə görüşmək, ümumilikdə məktəbin psixoloji, emosional mühitini yaxşılaşdırmaq baxımından addımlar atmaq. Bu da yox, müəllim, psixoloqu görüşmək, ümumilikdə yox, həmin şagird üçün burada deyək də problemdən gedir söhbət deyə, bu da effektiv addım olmayacaq. Sonra 58. Dərs zamanı bir neçə şagird tez-tez zarafat edib bir-biri ilə danışır və sinifin diqqətini yayındırır. Müəllimin xəbərdarlığından sonra qısa müddət sakitləşsələr də davranışı yenidən təkrarlayırlar. Digər şagirdlərin bir qismi bu davranışlara qoşulur, bir qismi isə dərsə fokuslana bilmir. Vəziyyətdə demək, müəllimin ən məqsədə uyğun davranışı hansıdır? Demək, şagirdlər zarafatlaşırlar və sinifin diqqətini yayındırırlar. Demək, müəllim bir xəbərdarlıq edib, sakitləşsələr də yenə də davam edirlər. Bu da nəyə səbəb olur? Bir qismi dərsə fokuslana bilmir, bir qismi də onlara qoşulurlar. İndi müəllim nə etməlidir? Birincidə deyir, həmin şagirdləri dərhal sinifdən çıxarmaq və məsələni məktəb rəhbərliyinə bildirmək bu düzgün addım deyil. Həmin uşaqlar dərsdən yayınsınlar və yaxud da məktəb rəhbərliyinə ən son anda nəsə demək olar, əslində düzgün deyil. Belə. Sonra sinif qaydalarını xatırlatmaq, şagirdin şəxsiyyətinə yox, konkret hərəkətinə yönələrək əks əlaqə vermək. Bəli, bilirik ki, sinifin qaydaları olmalıdır şagirdlərlə birlikdə tərtib etdiyimiz və təbii ki, yenə deyirəm, onu şagirdlərlə birlikdə tərtib etməliyik. Onda uşaqlar ona əməl edirlər. Onu xatırlatmalıyıq şagirdə və şəxsiyyətə yox, konkret səhv nədədir? Həmin o konkret o hərəkətə əks əlaqə vermək lazımdır. Bu cavab düzgündür. C-də deyir, davranışı yeniyetməlik dövrünün təbii xüsusiyyəti kimi qəbul edib, yalnız vəziyyət daha ağırlaşanda müdaxilə etmək olar. Yox, bu düzgün bir şey deyil ki, gözləyək ki, vəziyyət daha da ağırlaşsın. Yox. Əsas diqqəti həmin şagirdlərə yönəldib dərsi daha əyləncəli aparmaq, intizam problemini motivasiya çatışmazlığı kimi həll etməyə çalışmaq yox. Əsas diqqət onlara yönəlsə, bəs digər şagirdlər, bu da düzgün deyil. Şagirdlərin sinif qarşısında ciddi şəkildə danlamaq, ümumiyyətlə danlamaq gördüksə belə ciddi şəkildə danlamaq, bu da düzgün deyil. Demək, cavabımız burada ikinci cavab oldu. 59-da nə deyir? 59. Bir şagird qrup işində lider rolunu oynayır.
lakin digər qrup üzvləri ilə münasibətlər pisdir. Bu qrup işin gedişindən mənfi təsir göstərir. Müəllim problemi necə həll etsə daha effektiv olar. Demək, bir şagird qrup işində liderdir. Lider olsa da digər qrup üzvlərinin münasibəti pisdir. İndi müəllim necə etsin ki, bu münasibətin pis olması da işin gedişinə mənfi təsir edir. Müəllim nə etsin ki, iş effektiv olsun? Variantlara baxaq deyir. Bir də şagirdin liderlik rolunu dəyişdirmək və sonra onu digər qrup üzvləri ilə müzakirəyə cəlb etmək. Yox, biz onun liderlik rolunu dəyişməli deyilik. Əksində onunla biz liderliyi inkişaf etdirməliyik ki, liderliyi edə bilsin. Ona görə bu düzgün variant deyil. Qrup üzvlərinə mübahisələri həll etməyin yollarını birbaşa göstərmək. Yox, birbaşa göstərmək bu fasilitasiya qaydalarına uyğun deyil. Ümumiyyətlə, birbaşa nəsə etmək yox. Bu da yanlış fikirdir. 3-də deyir, şagirdlərdə liderliklə bağlı yönəldici suallar verməklə problemin həllinə nail olmaq olar. Burada o yönəldici suallar şagirdə o liderliyi inkişaf etdirmək üçün verilə bilər. Bu da problemin həllinə nail olmaq olar bununla. 3 düzdür. 4-də nə deyir? Qrup liderinin fəaliyyətini müşahidə edərək diqqətdə saxlamaq, əlavə dəstəyi təmin etmək. Bəli, onun liderliyini, onun fəaliyyətini müşahidə etməliyik və ona dəstək göstərməliyik. Bununla da hardasa biz kömək etmiş ola bilərik. Ona görə burada demək düzgün cavabımız 3, 4. Və nəhayət sonuncu sual, 60-cı sual. Görək burada nə deyir? Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bir dəqiqə görək. Deyir ki, uyğunluq deyirsə, doğruları, yanlışda yanlışları götürməliyik. Şagirdi fasilitasiya etmək, ona kömək etmədən tapşırıqların icrasını təmin etmək deməkdir. Xeyr, kömək etmədən bu birbaşa tapşırığın icrasını vermək bu fasilitasiya deyil. Bu yanlış. Şagirdlərdə məntiqi təfəkkürü formalaşdırmaq üçün onda məntiq xətalarını izah etmək lazımdır? Yox. Məntiqi təfəkkür uşaq demişik sual verməyə başlayandan formalaşır və onu da inkişaf etdirmək üçün biz orada düşünmə formaları deyirdik. Onları izah etmək, onları formalaşdırmalıyıq. İnduktiv, deduktiv düşünmə vardı, səbəb-nəticə əlaqələri qurmaq, uşağa başa salmalıyıq. Sonra analitik düşünməkdir, ardıcıl düşünməkdir. Bir sözlə, məntiq xətalarını izah etməklə məntiqi təfəkkürü formalaşdırmırıq. Düşünmə formalarını biz uşaqlıqda formalaşdıra bilərik. Ona görə bu da yanlışdır. Sonra şagirdin maraq və istəklərini summativ qiymətləndirmədə nəzərə almaq effektiv müəllim-şagird münasibətlərinin qurulmasına şərait yaradır. Maraq istəklərini summativ qiymətləndirmə nədir? Bir bölmə ərzində şagirdin nə əldə etdiyini ölçürük, nailiyyətini ölçmək. Burada biz şagirdin maraq istəyini necə nəzərə alıb, onun maraq istəyini əsasən bu ölçməni apara bilmərik, yaxud summativ qiymətləndirməni. Ona görə bu yanlışdır. Şagirdin müşahidə yolu ilə əldə etdiyi informasiyanı necə emal etməsi onda emosional təfəkkürün nə dərəcədə inkişaf etdiyini müəyyənləşdirməyə imkan verir. Biz informasiyanı emal edir. Burada emosional təfəkkür yox, şagirdin idraki, düşüncəsi, kognitiv təfəkkür beləcə idraki lazımdır. Yəni onun emosional təfəkkür informasiyanı emal etmək üçün lazım deyil. Ona görə elə hamısı yanlış oldu. Bizə də uyğunluq dediyi üçün demək onda nəyə götürürük? 3-lə 4 oldu cavabımız. 3-lə 4. Bu qədər, sağ olun.